Salamlayıram bütün coğrafya sevərləri, xüsusilə də sabah imtahana gedəcək bütün abituriyentlərə uğurlar arzulayıram. Allah yardımcınız olsun, Allah indiyə qədər çəkdiyiniz əziyyətlərin qarşılığını versin. İnşallah ki, hər birinizin istədiyiniz fakültəyə ixtisasa qəbul olmaq üçün lazım olan balı toplamağınızı arzulayıram sizə. Bugün də imtahan öncəsi bəlkə də son bir kiçik də olsa dəstək videosu istəyirəm kanala yükləyim sizin üçün. Bugün coğrafyanın elə də böyük mövzusu deyil, ancaq kiçik də olsa çox vaxtı müşahidələrin bunu göstərir ki, biraz gözdən qaçan, ona görə testlərdə müəyyən qədər çətinlik yaradan bir məsələdən transkressiya və reqressiyadan danışacağam sizə. Qısa bir video ilə bunu izah etməyə çalışacağam və bundan sonra düşünürəm ki, siz artıq transkressiya və reqressiya bağlı hər hansı bir testdə çətinlik çəkməyəcəksiniz. Onlar da inşallah sabahda qəbul imtahanına gələrsə, sizin üçün də gözəl olar deyə düşünürəm. Ən azından bir sualda buradan fayda götürmüş olarsınız. Eləsə keçək dərsimizə. Transkressiya, reqressiya nədir? Əvvəlcə bundan başlayaq. Transkressiya dəniz mərhələsidir. Yəni dənizin sahəsi artırsa bu transkressiyadır. Dəniz sahəsi çoxalır dünyada, qurunun sahəsi azalır. Bir də var reqressiya. Yəni dənizin sahəsi azalır. Avtomatik qurunun sahəsi çoxalmış olacaq da. Bu olur reqressiya. Və transkressiya və reqressiya da baş verəcək proseslər var. Yəni düşünün ki, bu boyda bir dünyada dənizin sahəsi artsa və yaxud da dənizin sahəsi azalıb qurunun sahəsi artsa, bu ola bilməz də heç nəyə təsir eləməsə. Mütləq ki, təbiətdə müəyyən təsir göstərir. Bax, bunların hər birinin məntiqi ardıcıllığı var. Gəlin ona nəzər yetirək. Məsələn, birinci baxırıq biz burada nəyə? Transkressiya. Transkressiya nəzər yetirərkən, transkressiyada hansı ardıcıllıqlar baş verir? Dəniz mərhələsində yəni. Birinci baxın, dənizin transkressiyası və dağların dağılması nəticəsində su sahəsinin genişlənməsi. Yəni, bunu hər birimiz başa düşürük. Dəniz sahəsi genişlənir və dünyada suyun sahəsi artır. Bundan sonra nə baş verir? Suyun səthin əks etdirmə qabiliyyətinin azalması. Bu nə deməkdir? Biz atmosfer bölməsində günəş radiyasiyası dərsində nə deyirdik? Deyirdik ki, albedo var, yəni əks olunan radiasiya. Bu səthlərdə dəyişir. Məsələn, buzda 95%, torpaqda 25%, meşədə 30%, qumda 40% və s. Həmin dərs içində var idi bu. İndi ən az albedo nə idi? Suda. Ən az əks etdirmə sudadır. İndi əgər dünyada dənizin sahəsi artacaqsa, yəni su artacaqsa, bu da o deməkdir ki, dünyada səthin əks etdirmə qabiliyyəti azalacaq. Əgər səthin əks etdirmə qabiliyyəti azalacaqsa, səth örtüyü qızacaq. Niyə? Çünki daha az günəş radiyasiyası əks olunursa, deməli daha çoxu udulur da, düzdür? Daha çox udulan radiasiya varsa, səth də daha isti olacaq. Həm də su bilirsiniz ki, daha gec qızır və daha gec soyuyur. Səth örtüyü qızacaq. Deməli, səth örtüyü qızacaqsa, biz də bilirik ki, yerdən qızır da, ona görə də iqlim də nə olacaq? İstilənəcək və daha rütubətli olacaq. İstilənəcək ona görə ki, səth örtüyü daha isti olacaq. Rütubətlənəcək ona görə ki, sudur da hər tərəf. Hava da isti olandan sonra olacaq isti və rütubətli dünya. Dünya isti və rütubətli olanda nə baş verəcək? Kömür yataqları yaranacaq, buzlaşmalar olmayacaq. Yəni, niyə görə buzlaşma olmayacaq? Çünki artıq isti və rütubətli olacaq dünya. Və burada isti sevən orqanizmlər inkişaf edəcək. Soyuğa davamlı canlılar məhv olacaq. Yəni, istər bitki, istər heyvanlardan isti sevənlər, istiyə davamlı olanlar inkişaf edəcək. Həmçinin burada soyuğa davamlılar məhv olacaq. Səhralaşma prosesi də olmayacaq burada. Niyə görə? Çünki daha rütubətli bir dünya olacaq. Bu, transkressiya mərhələsinin məntiqi ardıcıllığıdır. Bir də var bizdə reqressiya mərhələsi. Reqressiya nə idi? Quru mərhələsi idi. Gəlin onun da hansı proseslər baş verəcək, ona da nəzər yetirək. Birinci burada dağ əmələ gəlmə prosesi nəticəsində quru sahəsi genişlənir. Yəni bu dəfə su azalır, quru genişlənir. Bu dəfə əksi olur. Yəni səthin əks etdirmə qabiliyyəti artır. Çünki axı qurunun, torpağın səthi əks etdirməsi sudan daha çoxdur. Düzdür? Burada səthin əks etdirməsi artacaq. Əgər əks olunan radiasiya artacaqsa, səth örtüyü soyuyacaq. Niyə? Çünki radiasiyanın daha azı udulacaq, daha çoxu əks olunacaq. Ona görə səth örtüyü soyuyacaq. Səth örtüyü soyuyacaqsa, əlbəttə ki, iqlimin də soyuqlaşması baş verəcək. Və bu da nəyə səbəb olacaq? Soyuğa davamlı orqanizmlərin inkişafı, istisevən və rütubətsevən orqanizmlərin məhv olması. Yəni, transkressiyanın tam əksi. Buzlaşma baş verəcək, bir də dəniz və qum çöküntüləri olacaq. O da aydın məsələdir ki, reqressiya vaxtı əgər dəniz çəkilirsə, dənizində nə var idi? Dəniz qum var idi. Ona görə həmin ərazilərdə dəniz qum çöküntüləri olacaq və buzlaşma baş verəcək. Çünki dünya daha soyuq və belə demək olarsa daha kontinental, yəni daha sərt iqlimdə bir ərazi olacaq. Bir də transkressiya və reqressiyanın
Xronoloji ardıcılı var. Yəni hansı dövrlərdə, hansı eralarda transkressiya olub, reqressiya olub və hazırda görəsən hansıdır? Gəlin buna baxaq. Birinci Paleozoin əvvəlində ərazilərin çökməsi baş verdiyinə görə burada dəniz mərhələsi olmuşdur. Daha sonra Paleozoin ortalarından Mezozoin ortalarına gəlir. Yəni Kaledon qırışıqlığının sonundan artıq davam elə gəlmədi axı. Burada baş vermişdir quru mərhələsi. Sonra Mezozoin ortaları yenidən dəniz mərhələsi olmuşdur. Sonra Mezozoin sonunda yenidən biz danışırıq quru mərhələsindən və nəhayət Paleogen dövründən, yəni söhbət gedir Kaynozoida bilirsiniz, 3 dövr vardı. Paleogen, Neogen, Antropogen. Paleogen dövründən indiyə qədər nə davam edir? Dəniz mərhələsi davam edir. Bax, bu oldu bizim üçün transkressiya və reqressiya. Cəmi 5 dəqiqə ərzində biz bu iki anlayışı tam olaraq öyrənmiş olduq və düşünürəm ki, sizə də faydalı olacaq bu video. Belə, hər birinizə uğurlar arzulayıram sabaha. İnşallah ki, gedin, bacardığınızı eləyin və çalışın ki, həyəcanlanmayın, öz bildiklərinizi tətbiq eləyin. Hər birinizə uğurlar arzulayıram. Allah'a emanet.